Salam dostlar. Bugün biz etik laboratoriya şəraitində, etik çərçivədə öz WordPress üzərində Caption'da flagımızı düzəldəcəyik CTF-mizi. Necə ki, ilk dərslərdə biz bir çox CTF-ləri mən başa salmışdım və hətta öz CTF-mizi qurmuşduq bu yaxında. Amma WordPress üzərinə CTF necə qurulur onu da başa salacağım. Çünki əsas da kiber təhlükəsizlik məğzi, yəni məğzi ondan ibarətdir ki, sistemi anlamaq, testlərdən keçirməkdən keçir. Yəni kör-körənə görülmüş işlər də kiber təhlükəsizlik uğurlara imza ata bilməz, yəni bu görülmüş işlərlə. Ona görə mən başdan indi WordPress üzərində etik çərçivədə laboratoriya şəraitində necə CTF hazırlanır onu başa salacağam. Hazır Ubuntu var, bir də Ubuntu qurmuram. Elə bunu ilk dərsdə göstərmişdim. IP-miz 100.84-dür və mən ona görə PowerShell açıram. Təbii bunu başa salmışam deyə buralara da keçirəm. Run Administration və gəlirəm bu hissəyə 1 2 3 4 5 keçdik. İndi gəlir bura. Deməli mən indi nə edəcəm? Burada bildiyimiz kimi sistemdə biz belə deyək də SSH emin add 192.168.2.168.100.84 84-də keçirəm. Yəni sistemimizə root keçdik. Su enter üzr istəyirəm. Burada səhv getdi. Su enter root və bizə apt install Apache lazımdır. Apache 2 əgər varsa, bizdə var elə hazır. Mən demişəm Apache 2 HTTPS ilə işləyən URL, xüsusən URL-ə baxan bir serverdir və buradan cd/var/www/html-ə keçirik. Və ora keçəndən sonra biz öz WordPress-i, yəni belə deyim, məndə WordPress versiya 5.4 5.3 üzrə versiyası var və bu versiyanı atacağım bu directory, yəni var www HTML-in içinə və orada unzip eləyəcəm, yəni sistemi açacağım çünki WinRAR fayldır və onu açandan sonra o WinRAR faylı biz başlayacağıq onun üzərində CTF necə qurulur başa salacağım. İndi bu dərsdə hələ ki qurulma prosesini mən sizə başa salıram. Təbii laboratoriya şəraitində, etik çərçivədə. Nə suallar olarsa Telegramda, mən Telegram linkini YouTube-un infosuna qoyacağam. Nə suallar olarsa TikTokda, Instagramda hər yerdə varam və orada suallarınızı verə bilərsiniz. Yəni Telegramda da abunəmiz artır inşallah. Orada da biraz irəli düzey, belə deyim, daha irəli düzey mövzular orada da paylaşacağam. Abunə olun, soruşun, suallar verin. Mən bu hissəyə indi bunu atmaq üçün bu əlimdə 5.3 versiya. Zaten internetə köçürə bilərsiniz 5.3 versiyanı, bu elə bir problem deyil. Və mənə WinHTTP lazım. WinHTTP faylları serverin daxilinə yükləmək üçün istifadə olunan proqramdır. Yəni adi internetdə WinHTTP versəz, məsələn deyək ki, gəldik bura. Açaq bir dənə mən sizə göstərim. WinHTTP gəlirik, WinHTTP-yə keçdiniz və download WinHTTP. WinHTTP-ni yüklə. Belə deyim, gəlir, download-da yaşıla vururuq. Elə burada mən bir də vurmuram. O next yüklənəcək. WinHTTP-yə giririk. WinHTTP-yə girəndən sonra 100.84 new site SFTP 192.168.100.84-ə keç. User emin, təbii ki, password-da root, təbii ki, enter vururuq və accept verib laboratoriyamızın içinə keçirik. Və yuxarı oxa vururam, yenə də vururam. Gəlirik var www və HTML-in daxilinə. Və bu gördüyünüz əslində belə deyək də, mən burada sistem olaraq bir dənəsi var. WebDAV kimi də qovluq. Biz daha öncə CTF qurmuşdum. Belə ora ata bilərik. Problemi yoxdur və onu yönəldə bilərik. Mən WordPress-i elə bura atmaq istəyirəm. Deməli WordPress okey. Bir dənə baxaq. Permission denied versə əgər, permission denied versə bu normaldır. Bunun üçün biz belə deyək, mkdir vp-ctf, yəni vp-ctf yaradıram və change mode yetki verirəm 777 məsələn vp-ctf, WordPress CTF-ə. WordPress CTF, VP CTF-in içinə qoydum. Elə o direktorunu yaratdım və direktor buradadır. Yetki verdiyimə görə mən bunu götürüb, yəni change mode, readable, writable, execute verdiyimə görə onu illa ki bura ata biləcəm. Və bunu rename eləməyi yaddan çıxartmayın. İnternetdə zaten bunu köçürə bilərsiniz bu versiyanı 5.3 üzərindən. Yəni köhnə versiya bilərəkdən yükləyirik ki, orada hər hansı bir tədqiqat aparaq. Bu normaldır, bu etikdir və CTF-lərdə belə qurulur. Ona görə 5.3 versiyanı mən misal üçün göstərirəm. Bütün dərslərimdə mən başa saldım ki, yəni CTF-lər ümumiyyətlə necə qurulur? WordPress CTF-lər və yaxud digər CTF biz qurmuşduq bundan qabaq, WebDAV elə oradan qalıb. Mən göstərmişəm köhnə videolarımızda DAV nədir, funksiyonlar haqqında danışmışam. İndi isə mən nə edəcəm? O yükləndikdən sonra cd WordPress CTF ls
Görürsünüz zip fayldır. Mən o zip faylı axtarmalıyam sistem. Məndə roadmap var. Təbii bu roadmap biraz qarışıqdır, amma yenə də elə bunun strukturasını başa saldım. Əsas sistemdə heç nə əzbərləməyin. Zaten işdə də bizə roadmaplar lazım olur. Sistemi yükləyəndə bunları əzbərləməyə ehtiyac yoxdur, amma məntiqini başa düşək. Mən indi həmən o sistemə keçəndən sonra bura biraz qarşıda mən bir başa salacağam. Həmən o bizim o sistemi unzip eləyib yükləmə. Bax belə bir unzip vururam. Bu nə deməkdir? Yəni mən deyirəm ki, mənim WordPress 5.3 versiyamı axtar sistemə. Enter vururam. Təbii ki, mənə deyir ki, unzip səndə yüklü deyil, sistem açıcı, yəni fayl açıcı. Enter vururam və yüklənir. Ondan sonra həmən o boxsanı Loro dildə desək, açacağam ki, ondan istifadə edə bilim deyə və strukturuna yükləyəcəm. Və yüklədim və ondan sonra biz nə edəcəyik? Biz bu struktura yükləndi, ls vururam. 2 dənə WordPress, bir dənə də bunun içindən çıxdı belə bir şey. WordPress-i qurduqda necə quracağıq? İndi mən ona görə sistemdə belə bir YAML fayl yaradacağam. Baxın, burada bir YAML faylım var. YAML faylı niyə yaradıram? Mən Docker üzərindən yükləyəcəm. Əslində Docker nə deməkdir? Docker elə bir sistemdir ki, misal göstərim. Mən Loro-dildən həmişdən başa salam ki, insana başlasın. YAML dosyası yaradıram. Yəni elə bir tək-tək yükləməkdənsə bir servis yaradırsan, o servisin üzərindən MySQL verirlər baza. Mən daha öncə onun haqqında danışmışam. Və yaxud da görürsünüz WordPress-də məsələn burada container name, məsələn image bir dənə baxaq burada WP-dir. Bizdə adı, amma mən qurmuşam WP. Bir dəqiqə oradan baxım. Yəni də Ctrl X. Yes, enter vurum. Amma baxaq bizdə adı necə idi? WP CTF düzdür. YAML-a girirəm və gələm bu hissədən deməli WP CTF eləyəcəm onun adını. CTF. Çünki niyə bilirsiniz də onun adı dəyişdik. Yəni mən deyirəm ki, məsələn WordPress imaca uyğun 7.4 versiyasını məsəl üçün mənim üçün yüklə və o versiyanı yükləyir Apache-ni. Sonra mənim WP CTF-də adı var HTML-in içindədir. WordPress-ə baza kimi bunları əlavə edirlər və MySQL verilər bazası olacaq və WordPress-in user'ı, məsələn, password-ı hamısı bizdə bazalara yəni yerləşəcək və əslində buradan Docker'dən həmən YAML-ın içində olan faylları yükləyəcək. Əslində Docker container bilavasitə işimizi asanlaşdırır. Bir neçə nüsxəli proqram vasitələrini bir tətiklə proqramın içindən avtomatik açmağa bərabərdir. Yəni elə bir ki, tək-tək PHP yükləsən, məsələn 7.4 versiyanı məsələn yükləyə bilməzsən bəzi hallarda Ubuntu-ya, çünki köhnə versiyada sənə təqdim edəcək 8-i falan. Və yaxud da misal göstərdi MySQL-in köhnə versiyasını və ya nəyisə köhnə versiyanı yükləməlisən ki, sən belə deyək də CTF düzəldəsən. CTF elə quraşdırırlar, biraz güncəl olmayan sistemlər üzərində quraşdırır ki, onların isə vulnerable olur və onlara etik çərçivədə bir belə deyim hücumlar eləyirlər. Ctrl X, yes, enter vururam və ondan sonra mən Docker-i yükləyirəm, Composer-ı. Həm də Docker belə deyim də Loro dildə desə, naftalin olmuş proqramları belə yükləməyə kömək olur. Həm avtomatdır, yəni konteyner işləmə çox rahatdır. Ona görə Dockerdir. Dockerin özünü də yükləyirəm, update eləyib və Docker Composer eləyib eləyirəm onu, yəni yükləyirəm öz sistemimizə ki, o proqramı biz yükləyə bilək. Dockerin işləmə çox superdir. Həmçə hackerlərdə bundan çox istifadə edir proqram layihə yönündə. Yenə deyirəm, like-larınızı verin. Nə qədər çox like olsun, mən o qədər də videolar paylaşsam. Telegramda aktiv olun. Ora irəli düzey proqramlar, həmçinin irəli düzey belə deyim, suallar, həmçinin irəli düzey bir çox layihələrimiz var, orada paylaşacağam. İnşallah Kasper layihəmizi də mən yaxında paylaşacağam. Instagramda və TikTokda olana bilir bu layihə nədir. Onu da yaxında sizlərlə paylaşacağam. Bütün infolar, bütün məlumatlar var, oradan suallar verə bilərsiniz. Təbii ki, mən çalışsam tez-tez vaxt elədikcə mən sizlərə tez-tez belə deyim, məlumat verin bunun haqqında inşallah. Və Docker-i biz yüklədikdən sonra bu Composer ki, sistemin içinə qurmuşuq, onu bilavasitə sistemdə nə edəcəyik? Yəni, sistemə yüklənməsini app. Yəni, burada app verirəm və sistemə başlayır yüklənməyə. Bax, görürsünüz. Başlayır o PHP-dən, MySQL-dən app-eli qaldırır sistemi və yüklənməyə vadar eləyir. Çünki biz Docker-i yüklədik. Bax, bu Docker-in yüklənməyidir update-dən sonra. Bu isə sistemi qaldırır ki, mən servisdə nələr yazmışamsa, həmən o WordPress-i, MySQL-i hamısı bilavasitə sistemimizə avtomatik şəkildə yükləsin. Container show-dur. Bax, görürsünüz, şeydir. Və beləcə biz öz CTF-imiz üçün əla bir sistem açmış olacağıq və bu ilə də işimiz çox yüngülləşəcək. Mən onu başa salacağam. Bu dərsin davamını mən gələn dərsdə paylaşacağam. Hələ ki indi başa salım. Bunun ardı da var, adını paylaşsam. Birinci, ikinci versiya olacaq. İnşallah irəli düzey mövzulara toxunacağam. Nə qədər vaxtım olduqca short videolarda paylaşacağam. Ümumiyyətlə layihə üzrə gedin. Kiber təhlükəsi mən həmişə demişəm, layihə üzrə gedilməlidir. Yəni bu tək bir sistemi ancaq elə bir dənə CTF qırmaqla deyil, layihələr
həmçinin radio frekanslarla işləmələr, yəni daim üzərində tədqiqatlarla yönəlmiş bir sistemdir. Yəni ona görə çalışın ki, irəli düzey mövzulara toxunmaq üçün bilavasitə bu temaları ancaq bu stildə öyrənin. Bax görürsüz yüklənir. İndi yüklənsin, mən burada bir pauza verəcəm, qısa bir pauza. İndi yüklənsin, ondan sonra ardına gedəcəyik inşallah. İndi yüklənir hal-hazırda. Mən ona görə pauza verirəm. İndi ardını sizlərlə gedirəm. Yüklənmə baş verdi və ardını gedirik. Və yüklənəndən sonra mən burada Docker PS, yəni konteynerin içinə yüklənib, yüklənməyib haqqında məlumatı bilmək istəyirəm və mənə deyir konteynerin yüklənib və 8080 port ilə gedəcək. Ona görə sudo ufv allow icazə verən firewallda 8080/ məsəl /tcp qapısına, bir də 80/tcp qapısına ki, onun da sistemdə açıram və IP-yə də baxaq. İndi artıq biz ora keçə biləcəyik. Yəni baxın 84-dür məndə. Ctrl+C və gəlirəm bura. Bunu silirəm və bura Ctrl+V bölünmüş 8080. Docker bizə konteyner bizə port verdi və porta girən kimi avtomatik WordPress bizdə açıldı. Yəni yenə deyirəm, bizim bugünkü dərsimiz, mən keçən dərsdə demişdim, CTF-lər, captions flagglar, istəyib beynəlxalq sertifikatlarda da bizə verilən olsun bir çox sertifikat formlarında sistemlərində biz sertifikatlar hansısa proqramçı hakerlər tərəfindən vulnerable boşluq olan etik çərçivədə qırılacaq bir sistemlərdir ki, onlar etik çərçivədə qırıldıqda biz etik rating üzərinə hücumları anlayırıq. Bu, yəni cəmaatın sistemlərinə hücum etmək təbii ki, bu cinayətdir ona görə. Və bu CTF-lərin qurulma qaydası mən keçən dərsdə DAV-ın aktivliyindən danışmışdım, baxın keçmiş dərslərdə. Bu dəfə WordPress saytlar, xüsusən VPS Kanza söhbətlər və onun gələn dərsdə başlayacağam. WordPress üzərindən etik çərçivədə köhnə sistemi, yəni PHP-si, MySQL-i özü köhnə sistemi olan Docker üzərinə yüklədik və onu bir tədqiqat kimi istifadə edirik özümüzdə. Bildiniz nətər ona görə də bunun üzərindən CTF qururuq. Mən onu başa salıram. Təbii Ubuntu server üzərindən qurduq. Ubuntu serveri bir də mən qurmadım çünki onu baş dərslərdə göstərmişəm. Onun üzərindən qurduq və burada ingiliscə qalır continue. WordPress-ə keçirik və title, burada title WordPress. WordPress-in özünü qoydum, elə WordPress qalsın. Və username istifadəçi Emin. Və burada da belə deyə də bizdən parol istəyir ki, yəni o parolu qoyaq ki, username and password olsun. Passwordumuz 1 2 3 4 5 A Emin. Belə deyə də belə qoydum. Confirm password, your email. Sadə bir heç aid olmayan bir email yazırıq. gmail.com və 1 2 3 4 5 A Emin bizim parolumuz olsun. Və bunlara ilə nöqtələr qoyduq. Install WordPress. WordPress-i yəni mən köçmək istəyirəm. Mənə deyir ki, sadədir parolunu save ediləm sistemdə. İndi mən bunu bağlayıram. Demək ki, login elədikdə, məsələn bir dəqiqə. Sistemini də açsın bizim üçün. Burada yazırıq. Emin, daha doğrusu burada yaddaş saxlayıb sağ olsun. Login və biz artıq WordPress-in daxilinə keçdik. Yəni sual nəyə doğru? Əslində sistemlərdə belə deyim, yadda saxlayın. Bütün sistemlərin əslində mənzilində nə durur? Bizim beynəlxalq sertifikatlarda öz CTF-lər, öz qırdığımız CTF-lər ümumiyyətlə fərqi yoxdur da. O CTF-lər özü daxilində köhnə belə deyim, vaxtı keçmiş sistemlər bilərəkdən qoyulur ki, o sistemlərə hücumlar eləyərək, yenə deyirəm, ritmi öyrənək. Və mən keçmiş dərslərdə biz DAV-ı aktivləşdirdik və ora test laboratoriya etik çərçivədə reverse shell düzəltdik və ora bir neçə etik çərçivə laboratoriya hücumlar elədik və bundan qənaətə gəldik ki, artıq bu sistemlər, CTF nə düzəlir? Bugün WordPress üzərindən mən WordPress-i PHP-yə həm də MySQL çünki bunun verilər bazası var, biz qeydiyyat elədik. Həmçinin PHP var, bunun işləyir bu ilə. Həmçinin WordPress-i də biz Docker üzərindən qurduq, konteynerlə qurduq. Mən onu burada göstərdim. Çünki mən göstərdim ki, YAML faylını ona görə yaratdım ki, bu daxildə olan servisləri, burada görünür zaten bu roadmapda, servisləri baxın görürsüz 8080 port ilə və bizim hansı qovluğun içindədir Apache-nin və MySQL zadına yükləyəcək, hazır yükləsin. Amma o halda ki, biz Composer-ı yükləyəcəyik kompütera və ondan sonra biz app elədik, sistemi yüklədik. Ondan sonra burada göstərmişəm ki, bura girişdir. Bu özüm roadmap kimi tuturam. Ümumiyyətlə roadmap yaxşıdır, siz də tutun. Roadmaplar tutulur ki, ümumiyyətlə işdə də müəyyən qəliz mövzulara belə deyim, sistemi quranda eləyəndə roadmaplar çox bizə lazım olur. Bir də onun beynindən yazma mənası yoxdur zaten. Çünki milyonlarla iş görürük biz. Roadmaplar bizə lazım olur ki, tez bazar onu
onu yapışdır, sonra düzəldəsən. Və əsas məğzini tutun. Bu işin məğzi puzzle'ları düzgün quraşdırmaqdan gedir. Yoxsa belə əzbərə nəsə bədahət deməyə ehtiyac yoxdur. Əsas məğzini bilin. Bir də yadda saxlayın ki, biz WordPress əslində hazır GMS-lərdir. Belə deyək ki, hazır sistemlərdir ki, sayt qurmaya ehtiyac yoxdur, onun üzərindən qurulur. Ona görə onda da boşluqlar olur ki, onlara sızma metodları olur. Mən gələn dəstə bunlardan yeni başa salacağam. Həmçinin Joomla da elədir. Və bu sistemlərin də boşluqları necə yaranır, VPS necə istifadə onun haqqında məlumat verəcəm. Gələn dəstə inşallah ikinci bölümdə. Çalışın aktiv olun, dərsimizi bəyənin. Nə qədər çox aktivlik olarsa mən o qədər videolar paylaşacağam. Yenə deyəm, Telegramın da keçəndə soruşmuşdular. Telegramın da infosu bizim YouTube-da olacaq. Həmçinin Instagram, TikTok hər yerdə varam və Kasper layihəsinə dəstək eləyin. İnşallah o robot üzərində mən işləyirəm. Gələcək dərslərdə onun haqqında danışacağam geniş. Və bu dərsdə əsas bunu qurduq. İkinci mərhələdə bundan necə istifadə edəcəyəm, onu da başa salacağam. Yenə deyirəm, hazır GMS-dir ki, saytlar bunun üzərində bəzən qurulur. Burada boşluqlardan yaranır hackerlar. Ona görə bunu qurdum və bu bizim ikinci CTF üzərində işləməyimizdir ki, mən onları sizlərə göstərirəm. Like verin. Nə qədər çox like olarsa inşallah o qədər videoları tez-tez paylaşsam. Allah amanında görüşmək ümidi ilə sağ olun dostlar.